Ovçu geninə sahib Thomas Edison'ın hekayəsini yəqin ki çoxumuz bilirik. 1855-ci ildə ilk dəfə ibtidai məktəbi başladıqdan cəmi 3 ay sonra müəllim onun problemlərindən, dərsi pozmasından cana gələrək uşağın beyninin çalışmadığını yazdığı məktubla onu evə göndərir. Onun çox savadlı və ağıllı anası məktəbə gəldiyi zaman müəllim və müdir Edison'ı axmaq kimi mənfi səciyyələndirdikdən sonra Edison'ın anası onu burada daha çox zərər görməməsinin qarşısını almaq məqsədi ilə onu məktəbdən çıxarır və o gündən sonra evdə özü onunla məşğul olmağa başlayır. Hələ 7 yaşında ikən elektriklə, kimyəvi maddələrlə oynamaq istədiyi zaman anası nəinki ona icazə verir, hətta ona dəstək olur. 10 yaşında evdə özünün qurduğu laboratoriyada təhlükəli olsa da, nəticələrdən anası qorxsa da, bütün bu qorxulara baxmayaraq evdə onun bu laboratoriyada işləməyinə icazə verir. Bəs biz bu hekayədən hansı nəticəni çıxara bilərik? Uşağın bacarıqlarını, istedadını, onda dəyərli olan nə varsa kəşf etmək, inkişafa dəstək olmaq yerinə bəzən onu kütləşdirən, qarşısını alan, bəzən isə övladımıza yaraşdırmayan da məsələ bizlərik. Bəs bunu necə bacararam deyə soruşursunuzsa, Alice Miller'in bu mövzuda möhtəşəm məsləhəti var. Əgər ata-analar öz ata-analarına göstərdikləri hörməti övladlarına da göstərməyi bacara bilsələr, o zaman uşaq onda olan istedad və bacarığı ən yaxşı şəkildə inkişaf elətdirə bilər.